Toplum TV işində müdafiə çıxışları başa çatıb, təqsirləndirilən şəxslər son sözə hazırlaşırlar. İyulun 6-sında Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutan prosesdə ittiham aktını absurd hesab edən vəkil Günay İsmailova müvəkkilləri Ramil Babayev və İlkin Əmrahovu müdafiə edərkən onlardan heç birinin xarici pasportu olmadığını deyib. Xaricdən göndərilən pulu Türkiyədə götürə bilmək üçün Ramil Babayev şəxsiyyət vəsiqəsini deyil, xarici pasportunu banka təqdim etməli idi. Əks halda hər hansı bank əməliyyatı həyata keçirmək mümkün deyil. İlkin Əmrahovun da xarici pasportu yoxdur və o ümumiyyətlə heç vaxt xaricdə olmayıb. Vəkil bunları əsas gətirərək adı çəkilən şəxslərə bəraət verilməsini xahiş edib. Təqsirləndirilən şəxslərdən Toplum TV həm təsisçisi, media eksperti Ələsgər Məmmədlinin vəkili Fəxrəddin Mehdiyev müdafiə nitqində deyib ki, ittiham tərəfinin buraxdığı qanun pozuntularının miqyası o qədər böyükdür ki, bunu ciddi kobud qanun pozuntuları kimi xarakterizə etmək azdır. Vəkil Məmmədlinin ziyalı kimliyini vurğulayaraq onun azadlığına qoyulan məhdudiyyətin cəmiyyətə vuracağı ziyanı da hakimin nəzərinə çatdırıb. Belə insanların cəmiyyətdən təcrid edilməsi, qanunsuz həbsi, cəmiyyətin inkişaf qanunlarına ziddir. Çünki bu, cəmiyyətin inkişafını ləngidir və dayandırır. Təqsirləndirilən şəxslərdən Toplum TV əməkdaşı Fərid İsmailovun vəkili Zibeydə Sadıqova hüquqi müdafiə qurmaqdan imtina etdiyini bildirib. Azərbaycan məhkəmələrində hüquqi nəticə əldə etmirik təəssüf ki, adam öldürən şəxslərə 9 il, həyat yoldaşını öldürən hakimə 7 il cəza verilir. Ancaq jurnalist fəaliyyətinə görə Fəridə 13 il cəza tələb edilir. Niyə? 3-cü Respublika platformasının qurucu üzvü Ruslan İzzətli, Toplum TV əməkdaşı Müşfiq Cabbar və IDI əməkdaşı Əli Zeynalın vəkili Rəsul Cəfərov təqsirləndirilən şəxslərin məhz tənqidi mövqelərinə və fəaliyyətlərinə görə hədəf alındıqlarını deyib. Vəkillərdən Bəhruz Bayramov və Elçin Sadıqov prosesdə iştirak edə bilməyiblər, lakin öncədən müdafiə nitqləri ilə razı olduqlarını məhkəməyə bildiriblər. Bununla da prosesdə müdafiə çıxışları başa çatıb. Növbəti proses iyulun 13-nə təyin olunub.